Yolda bir küçədən keçəndə görür bir pozğun, çox üzr istəyirəm sizdən, qadındır dayanıb yolda pis vəziyyətdə geyimi filanı. Yanındakına deyir ki, onu çağır gəlsin yəni. Deyirlər, ağa bu hara, sən hara, ayıbdır onun. Təkidlə çağırır. Deyir, burada bax bu küçədə niyə dayanmısan? Deyir, heç nə ehtiyacım var, ehtiyacdan mən bu yola düşmüşəm. Əlindəki o bağlamanı ki, İmam Hüseyin minbərindən qazanıb, onun hamısını verir ona, deyir, heç bilmirəm nə qədərdir, götür. Bu pul bitənə qədər evdən çıxmaq olmasın. Ehtiyacı qarşıla bunu. Neçə il keçir Kərbəlaya ziyarətə gedir. Görür bir qadın çarşabda gəlir, yaxınlaşır. Deyir, ağa, mən həmin o adamam və bu yanımdakı da həyat yoldaşımdır. Sizin verdiyiniz vəsaitlə mən həyatımı dəyişdim. Bir cümlə deyir ki, adam oldum mən. Adam oldum, yəni insan kimi yaşadım ondan sonra. Belə də adamlar var, belə də insan olmaq olar. Hamını ittiham eləmir.